Salam uşaqlar. Biz bu günlərim sizlə müxtəsər vurma düsturlarını və çoxədli vuruqlara ayırmasından nümunələrə baxacağıq. Müxtəsər vurma düsturları. Demək, müxtəsər vurma düsturu A üstəgəlsin B, yəni iki ifadə cəminin kvadratı, birincinin kvadratı üstəgəl birinci ilə ikinci hasilin iki misli üstəgəl ikincinin kvadratı. Məsəl üçün, belə bir misal yazıram. A üstəgəl 3x-in kvadratı. Necə belə bir misal yazıram? Bərabər olacaq birincinin kvadratı üstəgəl birinci ilə ikinci hasilin iki misli. 3'ü vururam A-ya, 3ax, o da 2'ye vururam. 6ax üstəgəl 9x-in kvadratı. Məsələn, bu oldu cəminin kvadratı. Bu iki ifadə fərqinin kvadratı bərabərdir. Birincinin kvadratı çıxılsın birinci ilə ikinci hasilin iki misli üstəgəlsin ikincinin kvadratı. Məsələn, 2x kvadrat çıxılsın 4'ün kvadratı. Yəni birincinin kvadratı, biz bilirik ki, bir ədədinin qüvvətə yüksəldəndə həm bunu da qüvvətə yüksəltməliyik. 2'nin kvadratı 4, x2'nin kvadratı x4 çıxılsın. Birinci ilə ikinci hasilin iki misli. Demək, 2 vurulsun 2x kvadrat, o da vurulsun 4, üstəgəl ikincinin kvadratı. Bərabərdir 4x4 çıxılsın. 2'ni 2'ye vururam 4, 4'e vururam 16 x kvadrat üstəgəl 16. Bu oldu iki ifadə fərqinin kvadratı. Bundan başqa köməkçi düsturlar da var. A kvadrat üstəgəl B kvadrat bərabərdir. A üstəgəl B'nin kvadratı çıx 2AB. A kvadrat üstəgəl B kvadrat bərabərdir. A çıxılsın B'nin kvadratı üstəgəl 2AB. A üstəgəl B'nin kvadratı bərabərdir. A çıxılsın B'nin kvadratı üstəgəl 4AB. A çıxılsın B'nin kvadratı bərabərdir. A üstəgəl B'nin kvadratı çıx 4AB. Baxın uşaqlar, bu 4 dənə köməkçi düstur. Bununla törəmə müxtəsər vurma düsturlarıdır. Demək, müxtəsər vurma düsturlarından da ən çox istifadə olunandan biri kvadratlar fərqidir. A kvadrat çıx B kvadrat bərabərdir. A çıxılsın B, A üstəgəl B. Məsəl üçün, buna nümunə yazıram. Məsəl üçün, x kvadrat çıxılsın y kvadrat. X çıxılsın y, x üstəgəl y. Yəni, kvadratlar fərqi bu ifadələrin fərqi ilə cəminin hasilinə bərabərdir. Belə bir nümunə də yazıram. 36a kvadrat çıx 4b kvadrat bərabərdir. 36 6a'nın kvadratı deməkdir. Bax bu. Bu da çıxılsın 2b'nin kvadratı deməkdir. Bərabərdir. 6a çıx 2b 6a üstəgəl 2b. Bu müxtəsər vurma düsturuna buna deyirlər kvadratlar fərqi. Məsələn, belə bir misal yazıb 3'də 1 x kvadrat çıxılsın 12. Mən bu zaman 3'də 1'i çıxardaram mötərizə xaricinə. Burada qalar x kvadrat çıxılsın 36. O da bərabər olar 3'də 1 x çıxılsın 6, x üstəgəlsin 6. Bax, bu kvadratlar fərqindən belə də istifadə etmək olar. Sonra iki ifadə cəminin
və fərqinin kubu. A kub A üstə gəlinsin B'nin kubu bərabərdir. Birincinin kubu üstə gəlinsin birincinin kvadratı ilə ikinci hasilin 3 misli üstə gəlinsin ikincinin kvadratı ilə birinci hasilin 3 misli üstə gəlinsin ikincinin kubu. Kublar fərqi də həmin qayda ilə keçir. Sadəcə olaraq burada A kub üstə gəl çıxılsın daha 3A kvadrat B üstə gəl 3AB kvadrat çıxılsın B'nin kubu olacaq. Sonra kublar cəmi düsturundan istifadə olunur və hamısı bu düsturdan törəmə düsturlar var. Növbəti A kub üstə gəl B kub bərabərdir. A çıxılsın B. Sonra A kvadrat üstə gəl A üstə gəl B. Burada bağışlayın bu çıxaqdır. AB üstə gəl B kvadrat. Kublar cəmi A kub üstə gəl B kub bərabərdir. A üstə gəl B. Eləcə A kvadrat çıx AB üstə gəl B kvadrat. Bu da oldu kublar cəmi, kublar fərqi. Bundan sonra əlavə 2 dənə köməkçi düsturlar da var. Bərabərdir. A üstə gəl B'nin kubu çıxılsın 3AB A üstə gəl B'yə. Sonra A kub üstə gəl B kub bərabərdir. Bu ifadələrin üstə gəlinsin B. Bu kubu yazmışdım. A çıxılsın B'nin kubu bərabərdir. A çıxılsın B'nin kubu üstə gəlsin 3AB A çıxılsın B. Bu da bizim muxtəsər düsturlarımızdan alınan nəticələrdir. Və bunlardan istifadə etməklə çoxadlı vuruqlara ayırmaq olar. Məsəl üçün, bir dənə nümunə gətirirəm. Yazıb burada ki, tutaq ki, x kvadrat üstə gəlinsin 6x üstə gəl 9 çıx 36y kvadrat bərabərdir 0 çoxadlısını və yaxud da ki, bu çoxadlısını vuruqlara ayırın. Bunu da bərabərdir. Bu x üstə gəl 3-ün kvadratı çıxılsın 6y kvadratı deməkdir. Burada həm cəmin kvadratı, həm də kvadratlar fərqindən istifadə edəcəyik. A çıx B, yəni x üstə gəlsin 3 çıx 6y. X üstə gəlsin 3 üstə gəl 6y. Buna deyirlər kvadratlar fərqi ilə vuruqlara ayırmaq. Məsəl üçün, belə bir çoxadlı vuruqlara ayrılması var. Bərabərdir. Bu çoxadlı vuruqlara ayıranda uşaqlar biz hər hansı bir ədəd əlavə edib ədəd çıxmalıyıq ki, bu muxtəsər buna düsturundan gətirib çıxardıq. X kvadrat çıxılsın 6x üstə gəl 9 əlavə eləyirəm və çıxanda 1-i 8 eləyir. Bu da bərabərdir. Bu x çıxılsın 3-ün kvadratıdır. Çıxılsın 1-in kvadratı bərabərdir. X çıxılsın 3 çıx 1. X çıxılsın 3 üstə gəl 1. O da bərabərdir. X çıxılsın 4. X çıxılsın 2. Bu da bir çox ədədinin vuruqlara ayrılmasıdır. Başqa bir muxtəsər məsuliyyətdən istifadə edib belə bir misalda yazaram. 16-nın kvadratı bölünsün
26'nın kvadratı çıxılsın 12'nin kvadratı bərabərdir. Bu da bərabərdir. 54 çıxılsın 16. 54 üstə gəl 16. Məxrəcdə də yazıram mən. 26 çıxılsın 12. 26 üstə gəl 12. Bərabərdir. 54'dən 16'na çıxanda 38. 54'ün üstünə 16 gələndə 70. 26'dan 12 çıxanda 14. 26'nın üstünə 12 gələndə 38. 38 ilə bu ixtisara gedir. 70 ilə də 14. Burada qaldı 5. Cavab oldu 5. Bax, sualın qruplara ayrılmasından dərs izahı bu qədər. Sağ olun, növbəti videoda görüşərik.